həll olunan bir məsələ şəklində verməməlidirlər. Çünki belə olanda xəstələr aldanılır. Onlar bizə də inanmırlar. Deyir, hə, bəs filan həkim deyir, bu 5 günə düzəlir. Bəs niyə siz bunu 5 günə düzəltmirsiniz? Mən deyirəm ki, ay qardaş, bu 5 günə düzələn bir şey deyil. Bu xəstəlik ciddi xəstəlikdir. Bunun hələ bədəndən çıxmasına müalicədən sonra protokol 21 gün ayırır. Bu nətər 5 günə sağala bilər? Bu nüvə daxili parazitdir. Yəni hüceyrənin içində nüvə olur. Nüvənin içində yerləşir həmən o xlamidiyanın, mikoplazmanın törədicisi. Və biz onu ancaq o vaxt öldürə bilirik ki, onlar həmən o nüvədən qırağa çıxırlar, hüceyrədən qırağa çıxırlar. O dövrdə orada yaradılmış antibiotik konsentrasiyası, yəni o onu məhv eləyir. Başqa cür onları məhv eləmək mümkün deyil. Orada da sikl 7 gün hesabla götürülür. Hər 7 gündən bir bunu eləmək imkanı yaranır. Ona görə ən azı 2 sikl olmalıdır. 2 sikl da 14 gün eləyir. Bu 5 günə bu xəstəliyi nətər müalicə eləmək olar? Əgər bunun bir siklı 7 gündürsə əgər. Yəni 7 gün buna sən heç eləyə bilmirsən. Başa düşürsünüz? Bax, belə detallar var. Ola bilər ki, məsələn, bu söhbətim belə qəribə gələr. Yəni ki, bu tibbi terminlər istifadə edirik, tibbi şeylər danışırıq. Amma yəni deməkdən məqsədim odur ki, insanlara, əksər insanlar hansılar ki, bu 5 günlük müalicələri eləyirlər, onlar bunu belə deyək də, nətər deyirlər, şəxsi gəlir mənbəyi üçün eləyirlər. Ona görə belə məsələ ilə rastlaşanda siz buna getməyin. Əgər əks tərəf sizi 5 günə müalicə eləmək fikrindədirsə, siz buna getməyin. Bilin ki, bu sizin sağlamlığınızla ziddir. 5 günə, yəni zöhrəvi infeksiya müalicə olunmur. Söhbət gedir ağır zöhrəvi infeksiyalardan. Xlamidiya, mikoplazma, ureoplazma. Bu infeksiyaların müalicəsi kurs şəklində bir ay yarım çəkir. Bu ay yarımın içində immun stimulyasiya gedir, drenaj gedir, orqanizmin drenajı, sonra antibiotika terapiya gedir, sonra gözləmə dövrü var. Gözləmə dövründən sonra başlayır artıq təkrar müayinə dövrü.